Heç düşünmüsünüzmü, niyə qatarlar reaktiv mühərriklərlə təchiz edilmir? Bu kimi ideyalar hələ soyuq müharibə illərində Amerika və SSR kimi ölkələrin diqqət mərkəzində olmuşdur. İkinci Dünya müharibəsindən sonra dəmir yolu şirkətləri əhəmiyyətli dərəcədə sərnişin itkisi ilə üzləşmişdi. Çıxış yolu olaraq isə lokomotivlərin sürətini artırmaq təklif edilirdi. Nyu-York mərkəzi dəmir yolunun mühəndisi Don Wetzel bunun üçün hərbi hava qüvvələrində artıq istifadə edilməyən reaktiv mühərriklərin qatarlarda istifadəsini təklif edirdi və layihə əsasında qara böcək ləqəbli M497 eksperimental modeli yaradıldı. Bu modeldə əvvəllər B-36 strateji bombardmançısında istifadə edilən J-47-19 reaktiv mühərrikləri quraşdırıldı və sınaqlar zamanı M497 saatda 295 km sürətə çatdı. Buna cavab olaraq SSR hökuməti də YR-22 lokomotivinin bazasında yüksək sürətli laboratoriya modelini yaratdı və bu modeldə Yak-40 təyyarəsində də istifadə edilən AL-25 mühərrikləri istifadə edildi və sınaqlar zamanı bu model saatda 250 km sürətə çatdı. Lakin bu kimi layihələr elə sınaq meydanlarında da qaldı, inkişaf etdirilmədi. Çünki belə qatarların geniş miqyaslı istifadəsi üçün yol infrastrukturunun da dəyişdirilməsi lazım idi. İkinci olaraq da reaktiv mühərriklər yüksək sürətlərdə işləmək üçün optimallaşmışdır. Aşağı və orta sürətlərdə səmərəsiz ola bilirlər. Əlavə olaraq da reaktiv mühərriklər çox gürültülü işlədiyi üçün həm vaqondakı, həm də ətrafdakı insanları narahat edirdi.